Demək, Sultan Əli babanın verdiyi 20 manatı hələ də saxlayıram. İndi mən bu gün həmən 20 manatı çəkimsə göstəreyim. Bugün isə Sultan Əli baba benim bu kəndinin işıq çəkmə aksiyasına və Ləmbərən kəndinin seyirə kütləsinə 10 manat dəstək. Bax, bu 10 manatı Sultan Əli babadan qəbul edirik. Allah əvəzini versin. Ləmbərən kənd seyirə kütləsinə 10 manat vəsaiti bax, bunu təqdim edir. Allah Sultan Əli babadan razı olsun. Yarımdan adamdır. Bak görsən, yaşlı babamızdır. Ana buna baxmayaraq gözəl qəlbi ilə, gözəl ürəyi ilə mədət əmi. Bak bu gün də bizim xeyriyyət cəmiyyətinə, xeyriyyət cəmiyyətinə 10 manatı əlavə edir. Allah razı olsun. Babamızın 20 manatı mənim o 100-dən artıq diplomlarım var. Onların içində xüsusi bir hörmət, izzətlə qramtalanıb. Gələn bir ülkədə xüsusi eksponat kimi. Saklanacaq və bu 10 manatı da həmən eksponatın içində tikirik, gələcək nəsillərə inşallah qalır. 30 manat Sultan Əli babanın Allah razı olsun. mükafatı hədiyyə. Mən də bizzətini göndərərəm bizəyə, bizzətini tutulur həmən 20 manatın içində. Yəni, buradan tanışırlar. Gələcək nəsillərə bir eksponat var ki, bizim babamız bu aksiyaya dəstəkdir. Mən də tanışlarım, Amin, amin.